Bax, həmişə mən Rəşidlə də bir yerdə olanda, Pünhan İsmailli ilə də bir yerdə olanda, mən həmişə bu sualı verirəm onlara. Çünki bilirəm, onlar həmişə kişilər tərəfdə olurlar. Mən qadınlar tərəfdə oluram. Bugün də bilirəm, Ofelia xanım kişilər tərəfdədir, mən qadınlar tərəfdə. Ona görə mən istəyirəm ki, Rəşid də o tərəfə keçdi ki, çoxluq təşkil eləsinlər. Burada qadınlar var, nə danışırsan sən? Bircə dəqiqə. Bax, bir sual verəcəm. Birinci kişilər, sonra qadınlar. Qadınlar hələ səs eləmirsiniz. Bu günə kim daha çox sevinir? Birinci kişilər alqışlasın. İndi xahiş edirəm. İndi qadınlar alqışlasın. Ay qadınlar. Bunu mən demədim axı, gözünüz gördünüz. Məni biabır elədiniz. Gördünüz ki, evin də yaraşığı qadındır. Ailənin də yaraşığı qadındır. Dünyanın da yaraşığı qadındır. Qadınlar, indi özünüz alqışlayın. Ay Zülfiyə xanım. Öpürəm sizləri. Ay Zülfiyə xanım. Onlar olmasa dünyanın bəzəyi də olmaz axı. Bu dünyanı kişilər idarə eləyir. Amma bir şey var ki, onun da arkasında bir güclü qadın var. Hər kişi də bir güclü qadın idarə eləyir. Ona görə kişilər yazıb, ağır durub da. Biraz ürəkdən alqışdan, heç olmasa yerimizi biləkdə. Kişilərdən bir alqışlar gəlsin, görün mü? Canın içi daha gecdir. Rəşid, el eləmə, xahiş eləm. Bu səfər qadınlardan səs gəlsə, ikinci mərtəbə birə düşəcək. Xahiş eləm, səs eləmə. Allah bu gözəl toyu mübarək eləsin, əzizlərim. İndi xahiş edirəm, təbii ki, bu bir zarafat idi. Kişi, qadın, Allah hər birinizə uzun ömür, can sağlığı versin. İndi gəlin, iki tərəf bir yerdə bəy gəlin alqışlayaq ürəkdə. Allah xoşbəxt eləsin. Var olun, əzizlərim, öpürəm hər birinizi. Eşq olsun hər birini. Təbii ki, Zülfiyə xanım demişkən bir zarafatdır. Qurban olaram ədəbli bacılarıma, qeyrətli oğlanlara. Allah sizləri var eləsin. Hələ ki buradayıq, inşallah. Çox təşəkkür edirəm. Zülfiyə xanım, Ofelia xanım. Gözəl ansamblımız, öpürəm sizi. Babək bəy. Və bizim əziz qonaqlarımız, Azərbaycanımızı dünyaya yayımlayan əziz qonaqlarımız. Eşq olsun sizlərə. Azad qardaşımız, maşallah olsun, öpürəm səni. Və əziz dostlar, mehriban qonaqlar, indi bugün həm toydu, həm də konsert. İkisi bir yerdədir. Arada toya qaydaşıyıq, arada konsertə. Və indi davam edirik toyumuzu dayılarımızın və bacanaqların təbrikinlə, arzularınla. Çox böyük məmnuniyyətlə İsrail dayını, Fərmail dayını ürəkdən salamlayıram, alqışlayıram, onların şərəfini qeyd edirəm, onların ailələrinin şərəfini qeyd edirəm. Əziz bacanaqlarımız, Sakit qardaşımı, Fikrət qardaşımı ürəkdən salamlayıram, Xaloğlu Hafizi ürəkdən salamlayıram və bütün xalalarımızı ürəkdən təbrik edirəm. Çox böyük məmnuniyyətlə əziz dayılarımızı dəvət edirəm. Gözəl, bizim dayıoğlu Etibar da buradadır, dayımızın dayısı oğlu. Etibar da məclisimizdədir, onu da ürəkdən salamlayıram. Aysral, qadın alım, meydana buyurun. Fərmail də yaxın gəlsin və bütün xalalarımızı, əziz bacanaqları ürəkdən salamlayıram. Və onların simasında bütün dayı oğlanları, dayı qızları, xal oğlanları, xara qızları hamısını ürəkdən təbrik edirəm. Və növbəti gözəl musiqilərimiz dayılarımızın, xalalarımızın şərəfinə səslənəcək. Buyursunlar. Gözəl musiqilər gələcək, bizim gözəl dayılarımızın şərəfinə, xalalarımızın şərəfinə və sevənlər də rəqsə dəvət edək. Və çox böyük məmnuniyyətlə dayı qızı, İsrail dayımızın gözəl qızı, gözəl sənətçimiz Əsmər xanım məclisimizdədir, böyük məmnuniyyətlə.
bu gözəl günə o da öz təbrikini desin. Və xahiş edirəm, bir alqışlarla Əsmər xanımı da ürəkdən alqışlayaq. Dayılar adından gözəl məclisimizə gözəl təbriklərini əlmağan eləsin. Sən xoş gəlmirsən. Buyur. Çox sağ olun. Mən də bütün qonaqlarımızın hər birini ürəkdən salamlayıram. Xoş gəlmisiniz deyirəm. Mən də bibim oğlu Elnuru ürəkdən təbrik edirəm. Onlara can sağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm. Gün o gün olsun. Onların da gözəl bir evlat payı olsun. Və onun xoş gününə yığışaq inşallah. Və məhəbbət bibim, sənə, Nəsrəddinəm sənə deyirəm, gözləriniz aydın olsun. Və mən istəyirəm öz təbrikimi öz ailəmizlə birlikdə musiqi ilə deyim. Amma istəyirəm bəyimiz, gəlinimiz də bizə qoşulsun. Elnur bəy, hardadır Elnur bəy? Bəyimiz hardadır, bəyimiz? Elnur bəy, məni eşidirmi? Hə, bəyimiz gəlir. Biboğlu, səni təbrik edirəm ürəkdən. Mən istəyirəm öz yarınla sən də bizə qoşulasan. Və belə deyək. Ay gəlinə bax, gəlinə, əlini qoyub belinə. Ay gəlinə bax, gəlinə, əlini qoyub belinə. Gəlinə bir söz deməyi gedib deyər ərinə. Gəlinə bir söz deməyi gedib deyər ərinə. Belə deyək mübarək olsun, bu toy mübarək olsun. Deyək mübarək olsun, bu toy mübarək olsun. Gəlinin gələn yolu
olsun, gözəl ansambl. Təşəkkür edirəm, minnətdaram. Əsmər xanıma təşəkkür edirəm. Biz eşitdik, bildik ki, Zülfiyə xanımın qardaşı qızıdır. Hə? Maşallah, belə gözəl səsi var, babə. Təbii ki, amma hələ ki kəşf olunmuyor. Yavaş-yavaş. Toyun sədası vasitəsilə. Ay Zülfiyə xanım, bir yaxına gəlin, xahiş edirəm. Ay əmi, bax, belə gözəl səsi reklam etmək lazımdır. Canınız sağ olsun. Allah mübarək eləsin. Olsunlar. Deyirəm ki, Zülfiyə xanımın qardaşı olasan. Zülfiyə xanım, qardaşın səsi var da. Hə? Var intihası Hə, ancaq Bəli. Mən istərdim toyun sədası vasitəsilə bir balaca da olsa səsini sən can izləyək. Lətifə xanım oxuduğun mahnıdan bircə bəndini oxu, bircə bəndini. Çox sağ olun. Mən bayaq da dedim, yenə deyirəm, siz də xoş gəlmisiniz bizim bu gözəl Tovuz elinə. Həmişə belə gözəl məclislərdə görüşək inşallah. Atam gildə mən əvəz elədim, yəqin ki, razı qalarlar. Allah mübarək eləsin bir daha. Azad bəy, el arasında Əsmər xanıma Əsmər demirlər, balaca Zülfiyə deyirlər. Elə səsinlə də sənəti. Elə döymü? Burada eləşənlər bilir də. Elədirsə bir alqışlar gəlsin, görsünlər ki, mən düz deyirəm. Hətta geyiminə də. Allah saxlasın, Allah xoşbəxt eləsin. Allah sağlasın, uğur olsun bu sənətdə inşallah. Yüksək zirvələri elə BBC Zülfiyə kimi zirvələri fəth eləməyi arzulayıram inşallah. Rəşid, görəsən bəyin dostları hardadır? Səsləri gəlmir. Hardadır bəyin dostları? Oradan bir alqış gəlsin, görə hardadılar. Aha, demək onda Tovuzun oğlanlarının vaxtı çatıb eləmir. Vaxtı çatıb. Gəlsinmi? Bəyin dostlarının. Hardasınız bəydəsi? Gəlin ey görün meydana. Bəyin burada dostları var, tələbə yoldaşları var. Azərbaycanın başqa-başqa regionlarından, rayonlarından gəlmiş. Aranı boşaldın. Bəyimizin dostları var. Köhnə kişilərdən eşitdim mən də. Dostluq bir ürəkdir iki bədəndə. Belə tapşırıbdır dədəm gedəndə. Mən nəvə nəticə nəsil dostuyam. Əsil dostlarımın əsil dostuyam. İndi bəyin dostlarının şərəfinə, əsil dostların şərəfinə Zülfiyə xanım bir Tovuzun oğlanları oxuyacaq. Kimi sümüyünə düşsə gəlsin. Onlar da buyuracaq meydana. Təzə yazmışıq o mahnını. Söz Hüma İmran qızının, musiqi mənə aiddir.